Salam əziz tamaşaçılarımız. Həyatın ekranı 14 TV'nin efirində Tanıt Azərbaycanı proqramının növbəti buraxılışında hər birinizi xoş gördük. Biz bugün Bakı şəhəri Xocasən qəsəbəsində 44 günlük vətən müharibəsi iştirakçısı qazimiz, eləcə də şanlı zəfərimizin canlı qəhrəmanlarından biri olan Qazi Məlik Xəllovgillə qonaq olacağıq və ondan şanlı zəfərimiz haqqında, eləcə də 44 günlük vətən müharibəsində olan xatirələri ilə sizlə bölüşəcəyik. Değerli izleyicilerimiz, biz hal-hazırda qazimiz 44 günlük vətən müharibəsinin canlı qəhrəmanlarından olan Məlik Xəllovla birlikdəyik. İstərdik ilk növbədə özü haqqında bizə qısa məlumat versin ki, değerli izleyicilərimiz də ətraflı və yaxından tanış ola bilsinlər. Məlik bəy, istərdik elə dediyimiz kimi tamaşaçılarımıza özünüz haqqında məlumat verəsiniz ki, sizi daha yaxından tanısınlar və şanlı zəfərimizin elə canlı qəhrəmanlarından biri kimi sizi daha yaxından bilsinlər. Salamlayıram hamınızı, çox sağ olun ki, dəyər verib, hörmətlə yanaşıb gəlmişsiniz. Allah gələn qədəmlərimizi mübarək eləsin. Mən Xəllov Məlik Ağarzoğlu, aprel ayının 3-ü 1986-cı ildə Bakı şəhərində anadan olmuşam. Orta təhsilliyəm. 44 günlük vətən müharibəsi başlayanda sentyabrın 30-u könüllü olaraq Yasamal rayon hərbi komissarlığına müraciət eləmişəm. Oradan sağ olsunlar, yəni ərizəmizi qəbul elədilər, könüllü olaraq döyüşlərə qatıldıq. Füzuli, Cəbrayıl, Qubadlı istiqamətlərində döyüşlərdə iştirak eləmişəm. Cəbrailin və Qubadlının azadlığı uğrunda medalla təltif olunmuşam. Oktyabr ayının 25-i Qubadlı rayonunu azad edərkən yaralanmışam. 2-ci qrup Qarabağ əlliyəm. Təşəkkür edirik sizə verdiyiniz məlumata görə özünüz haqqında. Həqiqətində həm şəhidlərimizi, Allah ruhlarını şad etsin, həm qazilərimizi yaxından tanımaq bizim şanlı zəfərimizi həqiqətən də əhatəli şəkildə və yaxından canlı tarix olaraq öyrənmək üçün bizə fürsət yaradır. Bir sual yaranır həqiqətən, inanırıq ki, tamaşaçılarımız üçün də çox fayda olacaq. Siz elə qeyd etdiyiniz kimi könüllü yollanmışdınız döyüşlərə. Bundan da əlavə, əlbəttə ki, artıq döyüşlər başlayanda və siz yollananda artıq qələbəmizin olacağını heç bir şübhə yox idi ki, bizim haqq mübarizəmiz idi. Amma sizin özünüz artıq döyüşlərə yollananda öz aqibətiniz haqqında düşünürdünüzmü? Ümumiyyətlə, bu haqda fikirləriniz olurdu mu? Nə hal keçirdirdiniz? Nə hisslər keçirdirdiniz? Zəhmət olmasa bu haqda. Biz sözün açığı, valla aqibətimizin necə olacağını bilmirdik həqiqətən. Çünki biz sentyabrın 30-u bizi, belə deyim, voyankomatdan çıxdı. Oktyabrın 1-dən döyüşlərə ki, qatıldıq. Yəni, oradakı o ab-havanı həqiqətən o gördükcə ruhlanırdıq birəzlər. Çünki orada elə bir uşaqlar var idi ki, elə bir qardaşlar var idi ki, yəni tankın üstünə mərcəsinə qorxmadan gedirdilər. Yəni onlar da fikirləşmirlər. Əksəriyyəti məndən yaşda balaca idi. Mənim o vaxt 34 yaşım var idi döyüşlər başlayanda. Yəni mən onlara baxırdım, həm qürurlanırdım, həm də onlara belə deyim, ayaq verə bilmirdim. Yəni o həm mənim yaşıma görə onlara biraz ayaqlaşa bilmirdim. Yəni, axırımızı, aqibətimizi fikirləşmirdik. Amma mən ilk dəfə Füzulidən, biz Füzuli istiqamətindən birinci dəfə döyüşə girəndə bizi Alxanlıdan cəmləndik və oradan istiqamətdən döyüşə qatıldıq. Birinci dəfə Qaraxanbəyli kəndinə çatanda mənim beynimdə bir dənə fikir var idi ki, Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Mübariz İbrahimov tək başına, yəni belə deyim də, o postu yarıb ermənilərin içinə daxil olmuşdu və belə neçə dənə erməni əskərini öldürmüşdü. Yəni ilk fikrim də o idi ki, yəni Mübariz İbrahimov tək başına yəni bu cürünə yolu necə qət eləmişdi.
Təbii ki, bizdə mübarizlər ölməyib, Poladlar ölməyib, Fəridlər ölməyib. Yəni heç kim bilmirdi. Yəni axırının və aqibətinin nə olacağını bilmirdi, amma yalnız fikrimizdə o idi ki, yəqin ki, qalsaq qazi olacağıq, belə deyim, rəhmətə getsək şəhid olacaq. Ən ali dərəcə, ən ali məqama yüksələcək. Yəni biz fikirlə həqiqətən orada o elə bir situasiyalar, elə bir vəziyyətlər yaranırdı ki, sən orada aqibəti fikirləşə bilmirdin. Hətta mən üzr istəyirəm ifadəmə görə, mən 2 övladımı qoyub müharibəyə getmişdim. Hətta onlar belə yadıma düşmürdü. Çünki elə bir vəziyyət idi. Hər gün ki, kəndlər işğaldan azad olunurdu, hücum, müdafiə, hücum. Yəni heç nə fikirləşə bilmirdi. Yəni heç nə yadımıza düşmürdü. Yəni aqibətimizin nə olacağını bilmirdi. Amma yalnız fikrimizdə o idi ki, qələbə çalaq, birinci Qarabağda itirilən torpaqları geri alaq və şəhidlərimizin və qazilərimizin, belə deyim, qisasını alaq. Fikrimizdə bunlar idi. İstərdik ən yadda qalan döyüşünüz haqqında xatirələrinizi bölüşəsiniz bizimlə. Füzuli çox çətin idi. Yəni həqiqətən döyüşün düzdür, hər bir belə deyim də o işğal altında olan torpaqlarımızın hər bir istiqamətində döyüş çətin olub. Mənim fikrimdə, mənim nəzərimcə Füzuli daha çətin döyüşdə, yəni yerlərindən olub, bölgələrindən olub. Çünki düşmən orada neçə il idi, 29-30 il idi istehkamları gücləndirilmişdi. Ən məşhur post ki var, Ohanyan səddi deyilir də, yəni o Ohanyan səddi çox çətin olub. Həqiqətən orada əziyyət çəkib, uşaqlarımız yəni çox əziyyətlər çəkib, çox zülm çəkmişik. Həm relyefə görə, yəni biz indi belə deyim də, biz heç vaxt döyüş görməmişdik. Yəni 30 il biz görməmişdik. Axırıncı dəfə 1-ci Qarabağda döyüşlər olmuşdu. O hansı ki o torpaqlar var idi, hansı ki o kəndlər var idi, erməni işğalında idi. Onlar orada gücləndirmişdilər. Həm istehkamları həqiqətən çox güclü idi. O betonluq deyilən ərazi, yəni döyüşdə iştirak edənlər bilir ki, çox çətin idi. Onlar belə deyim, o əraziyə görə onlar bizdən yüksəklikdə idi. Hündürdə idi, biz onlardan aşağıda idik. Yəni hətta ona baxmayaraq belə şükürlər olsun ki, o torpaqlarımız azad olundu işğaldan. Yəni o kəndlərimiz ki 30 il idi erməni işğalında idi, onlar azad olundu. Birinci Qarabağda ermənilərin məsəl üçün Füzulinin hansı ki kəndlərini əziyyətlə bir ilə belə deyim, bir il döyüş gedib aldığı kəndləri biz bir həftəyə, 3 günə, 5 günə, yəni şəhidlərimizin hesabına, o qazilərimizin hesabına, döyüşən qardaşlarımızın hesabına, yəni biz aldıq. Yenə də deyirəm, yenə də vurğulayıram, mənim nəzərimdə döyüş Füzulidə ağır idi, çox ağır idi. Çünki orada indi eşalon, birinci eşalon, ikinci eşalon Füzulidən yarılıb girilmişdi. Susuzuydıq orada, həqiqətən də, yəni döyüşün tam ortasındaydıq. Yəni arxa cəbhədən düzdür, bizi hər şeylə təmin edirdilər. Yəni sağ olsun, həqiqətən xalqımız bizə çox dəstək oldu bu 44 günlük vətən müharibəsində. Amma elə bir vəziyyət yaranırdı ki, belə deyim, təminat istər-istəməz yuvanırdı qabağa gəlməkdə. Biz orada bir gecə mühasirəyə düşdük Füzulidə. Səhv eləmirəmsə, Merdilin istiqamətində idi, səhv eləmirəmsə. Biz orada mühasirəyə düşdük. Bir səngərdə 42 nəfər, belə deyim də, uşaqlar qaldıq, mühasirədə qaldıq. Bizə təminat həqiqətən gələ bilmirdi, çünki vururdular. Bizim elə bir ki, onlar düşmən tərəfi bizim minamyotla vururdular. Orada 42 nəfərə bir dənə yarım litrlik su gəldi, çıxdı, 42 nəfərə. O suyu içəndə, yəni mən bunu neyinsə xatirinə demirəm, mən həqiqətən, yəni indi bilənlər bilir ki, mən 8 yaşımdan yəni mədrəsədə olmuşam, ibadətdə olmuşam, indi bazardığımız qədər. Mən orada bir şey dərk elədim ki, sən demə, mən bu il, yəni 34 yaşıma qədər bu məhərrəmlik müsibətlərində öz halımıza ağlamışıq. Sadəcə olaraq, belə deyim də, yəni sadəcə ağlamışam, heç nəyi dərk eləməmişəm. O müddət ərzində, illər ərzində bizə 42 nəfərə yarım litrlik su gəldi.
bir-birimizə baxırıq, amma bilirəm ki, yəni kim bir qurtum içsə, bu su qutaracaq. Necə ki, oruclu halda suyu içəndə saxlaya bilmirsən özünü, yəni suyu qutarırsan. Mən orada Əbəlfəz ağanın, belə deyim də, o səhnəsini yəni yaşadıq biz orada. Həqiqətən su var, amma içə bilmirik. Çünki sən içsən, yanındakı susuz qalacaq. O içsə, o birisi döyüş yoldaşın. Yəni mən o illər ərzində ki, Məhərrəmlik əzalarında iştirak eləmişəm. Sən demə, mən o Məhərrəmliyi sadəcə elə belə deyim də, simvolik olaraq yaşamışam. Amma mən orada Məhərrəmliyin, o Əbəlfəz ağanın o, belə deyim, o suyu ki götürür, özü içmir və çatdırmaq istəyir xeymələrə. Biz onu orada həqiqətən yaşadıq. Yəni mən bir qurtumu güclə içdim, belə deyim, döyüş yoldaşıma verdim. Döyüş, yəni bunu hamı, o 42 nəfər hamısı ki, yəni hamıya çatsın. Çünki o elə bir vəziyyət idi ki, yəni yeməkdən bol idik. Yemək həqiqətən sağ olsun xalqımız çatdırırdı, amma suda problemlər yaşanırdı. İstər-istəməz çatdıra bilmirdilər qabağa, çünki qabaqda döyüş gedirdi. Nə qədər də olsa, yəni ən azından vururdular da bizim, yəni o çatdırılan, belə deyim, produkt maşınlarımızı vururdular. Yəni o vəziyyət ki var, mənim üçün həqiqətən o bir böyük bir dərs oldu ki, mən bu illəri Məhərrəmlik ayına sadəcə elə belə deyim də, bir o uşaqlıqdan ki, Allah ölən nəbizə rəhmət etsin, rəhmətlik anam ki, əlimdən tutub aparım mədrəsəyə, mən belə deyim də, elə simvolik olaraq yaşamışam. Hər il belə deyim də, o bizim boynumuzun borcu olub ki, Məhərrəmlik ayıdır, belə, amma mən onu orada onu canlı şahidi oldum ki, yəni Əbəlfəz ağa nələr çəkib. Su qabağında, amma suyu içə bilməyib ki, İmam Hüseynin özünə və balalarına suyu çatdırırsın. Biz orada o situasiyanı yaşadıq, o vəziyyəti biz orada gördük. Qələbəni mən Qubadlı rayonunda qeyd elədim. Çünki mən elə bir yaralanmışdım oktyabr ayının 25-i və qospitala getmədim. Belə deyim, tibbi müayinə olundu, dərman verildi, təzədən qayıtdım döyüşlərə. Biz Zəfər bayramını, o qələbənin, belə deyim, o elan olunmasını biz Qubadlı rayonundaydıq və üzbəüz idi. Erməni ilə aramızda məsafə olaraq çox məsafə az idi. Belə deyim, bir 150-200 metr ara məsafəmiz var idi ki, onunla da, yəni biz üzbəüz idi düşmənlə. Biz qələbəni səhərsi eşitdik. Çünki bizim arxa ilə elə də yəni rabitəmiz yox idi də, yəni televizor yox idi ki, biz ona oturaq baxaq, Səngərlərdə idi. Və orada eşitdik və sevindik. Həqiqətən də sevinir insan. Mənim bacım oğlu da əskər idi və bacım oğlu da döyüşlərdə idi. Mən elə məlumatı alan kimi düz mən elə bir ki, səhərə yaxın, saat hardasa 3-4 arası olardı, sübh namazına yaxın bu qələbə xəbərini aldıq. İlk zəng elədiyim bacım olub. Bacıma zəng elədim, dedim gözün aydın, şükür Allaha, atəşkəs elan olundu. İnşallah ki, övladım da sağ-salamat qayıdar. Yəni heç öz qardaşıma, öz balalarıma zəng eləmədim. Birinci, yəni bacıma zəng elədim. Çünki bacımın övladı da döyüşlərdə iştirak edirdi. Yəni Qubadlıda yəni bilmişəm və şükür Allaha ki, yəni o sevinç, həyəcan, yəni o dillə diləsi deyil. Yəni çox həyəcanlandıq. Həm belə deyim, biz qələbəni eşidəndə düşmənə etibarımız yox idi. Çünki bizdə orada vəziyyətlər olmuşdu ki, döyüş vaxtı atəşkəs elan olunmuşdu, 1 saatlıq. Belə deyim, şəhidlərimizin nəşini götürmək üçün onlar belə deyim, xaincəsinə vurmuşdular bizi. Yəni atəşə tutmuşdular, imkan vermirdilər biz şəhidlərimizin neytraldan götürək. Yenə də etibar eləmirdi düşmən tərəfə. Düzdür, cənab prezident elan elədi. Ondan sonra bildik ki, yəni atəşkəsdir, qələbədir. İnşallah ki, daimi də olsun Allahın izni ilə. Kərbəla faciəsini, eləcə də Məhərrəm ayını qeyd etdiniz. Elə sualdan da bir maraqlı məqam yaranır ki, bu danışdığınız bir epizod da əlbəttə ki, dediyiniz kimi bir çox hadisələr baş verib. Amma döyüş anlarında və yaxud da ki, döyüşdən fasilələrdə mənəvi rabitə, Allahla olan razı niyazınız, dualarınız, çünki biz bilirik ki, əlbəttə ki, müvəffəqiyyəti Allah nəsib edir ki, elə xalqımız da Allahın lütfü ilə, inayəti ilə torpaqlarımızı işğaldan azad etdi, vətənimizin ərazi bütövlüyünü bərpa etdi. Həmin anlarda Allahla rabitəniz,
razı niyazınız necə olurdu, nələr hiss edirdiniz və o anlar sizə nələri yaşadırdı? Lütfən bu haqda. Çox gözəl vurğuladınız. Orada belə deyim, mən oradakı qıldığım namazın o həzzini və ləzzətini bugünkü gündə qıldığım kimi ala bilmirəm. Çünki orada həm belə deyim, həm qürurlu idi. Oradakı qılınan namaz da tam fərqli idi. Yəni bilirdin ki, hər an şəhadətə ucalacaqsan da. Yəni qismətimizdə varsa şəhadətə ucalacağıq. Amma oradakı namaz ki var idi, qılınan namaz, olunan ibadətlər tam fərqli idi. Üstümüzdə aydın məsələ ki, Quranımız var idi. Belə deyim, o fasilələrdə Quran oxuyurduq, şəhidlərimizin ruhuna fatihələr oxuyurduq. Amma ibadətin həqiqətən o ləzzəti tam fərqli idi. İndi orada qardaşlar var da, mömin qardaşlar, ibadətdə olan qardaşlar məndən də yaxşı bilirlər ki, orada qılınan namaz, belə deyim də, indiki həyatımızda qılınan namazdan çox fərqli idi. Elə bil ki, Allaha birbaşa yaxın idik. Yəni, Allaha birbaşa biz yaxın idik. Bizim taborda, düzdür, mən onu, o şəhid qardaşımızı görməmişəm. Şəhid Marif. Tələbə yoldaşlarımızdan olub, ən azından bilirsiniz də kim olub, Allah məqamlarını uca eləsin. Mənim bir döyüş yoldaşım var, Tural Kərbalayı, Tural mömin qardaşlardandır. O onu görüb, belə deyim, onlar şəhid olandan sonra biz, yəni o tabora gəldik, ikinci dəfə yığıldıq, gəldik. O deyir ki, şəhid Marif, deyir, namaz qıldıq, dəst namazını aldı, namazını qıldı, dedi, mən səhər şəhid olacam. Deyir, elə səhər açıldı, başladı, müharibənin yəni atışmaları başladı. Deyir, şəhid Marif şəhid oldu, deyir. Ki, yəni o şəhidlər ki var, onları Allah, mən həmişə belə deyirəm ki, Allah onları xüsusi seçmişdir. Çünki içimizdə elə bir insanlar var idi ki, yəni kimsə yatardı, yuxusuna girməzdi ki, bu belə bir məqama gələr, çatar. Şəhidləri Allah Taala xüsusən seçmişdi, ayırmışdı, bizim içimizdən ayırmışdı. Biz onu cahil bildiyimiz məsələ üçün insanları Allah gəldi elə bir məqam verdi ki onlara. Onlar bugünkü gündə şəhid oldular, məqamları da uca oldu. Mən müharibədən gələndən sonra bir ruhanimiz var. Mən həqiqətən pis idim də, fikirləşirdim ki, mənim nə günahım var ki, Allah məni o şəhidlərin məqamına qaldırmadı. Allah ruhanimizin canını sağ eləsin. Ruhanimiz mənə Qurandan bir ayə gətirdi ki, onlar ki, malları ilə, mülkləri ilə Allah yolunda xərcləyərlər, Allah yolunda cihad eləyərlər, onlar, belə deyim, evdə qalanlardan bir addım öndədirlər. Dedi, bax, bu ayə sırf sizə, yəni siz qazilərə aid olan ayədir. Yəni, ondan sonra biraz rahatlıq tapdım, aramlıq tapdım. ...44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı qələbə tarixidir. Bu müharibədə torpaqlarımızın azadlığı uğrunda vuruşan igid-oğullarımız qazi və qəhrəman adını qazandı. Onların misilsiz şücaəti, qətiyyəti və birliyi sayəsində Qarabağ Azərbaycandır deyib vətənə qayıtdıq. Həqiqətən də şəhidlərimizin həyatları haqqında məlumat aldıqca və eləcə də onların həyat yolu, zəfər yoluna diqqət yetirdikcə görürük ki, onlar həqiqətən də gizli xəzinə idilər. Aramızdakı biz onu bilə bilməzdik. Onu yalnız həqiqətən hər şeyi yaradan, hər şeyə qadir olan Allah tərəfindən lütfedilmiş bəndələr idilər ki, öz həyatlarının nəticələri ilə tarix yazdılar həqiqi mənada. Ümumiyyətlə elə şəhidlik məktəbi də Azərbaycan xalqı həqiqətən də keçdiyi bütün keşməkeşli müharibələrdə və eləcə də mücadilələrdə şəhidlik haqqında
həqiqətən dünya üzrə danışmağa böyük haqqı olan xalqlardan biridir ki, bizim çoxlu sayda şəhidlərimiz olmuşdur. Ümumilikdə şəhidlik məktəbini daha geniş götürsək, çünki siz canlı iştirakçı olduğunuza görə biz əlbəttə ki, o dövrdə izləyirdik, mətbuatı görürdük, amma siz canlı şahid idiniz. Ümumiyyətlə, şəhidlik məktəbini biz xarakterizə eləsək, bir canlı qəhrəman kimi siz necə bu haqda təqdim eləyərdiniz şəhidliyi? Ümumilikdə götürsək ki, tamaşaçılarımız üçün də maraqlı olar. Yenə vurğulayım ki, yəni o şəhidliyin izah olun, mən məsələn izah eləyə bilmərəm də o nə cür olub olmamağını. Çünki onların yaşayışı da, yəni ən azından görürsən ki, mülki həyatda da onların yaşayışı fərqli olub. Biz sadəcə onu belə deyim də, bizdə o bəsirət gözü ki olmadığını biz onları görməmişik. İkinci Qarabağ müharibəsi başlayanda da mən bir şeyə vurğulamaq istəyirəm, bir məqamı. Məni heç kim belə deyim də, yəni məsəl üçün statuslar paylaşım, bayraqlar haqqında, məsəl üçün əskər haqqında, şəhid haqqında, nəsə belə bir şey paylaşımlarım heç vaxt yəni olmayıb, əvvəllər olmurdu. Yəni belə deyim də, məni patriot kimi insanlar görmürdü. Çünki o izhar eləmirdim də. Yəni onu mən simvolik götürüm, bayraq asım, məsəl üçün iş yerimdən, evimdən. Bunlar məndə belə deyim də, o patriotlıq qəlbimdə olub həmişə. 44 günlük Vətən müharibəsi başlayanda mən könüllü müraciət elədim və döyüşlərə qatıldım. Sonra biz xidmətdən təxris olandan sonra mənim bir qonşum var, elə o da bir mömin qardaşım. Mən qayıtdı ki, mən heç vaxtı səni bu vəziyyətdə görməmişəm ki, o patriotluq səndə heç vaxtı bilinməyib. Orada Əl-Əssamın səhv eləmirəmsə, Əl-Əssamın bir hədisidir, deyir, söz adamı olmayın, əməl adamı olun. Yəni, sözdə hamı neysə vəd eləyir, neysə deyir, amma əməldə bizim şəhidlərimiz də əməlləri ilə göstərdilər ki, bax, yəni şəhidlik bu cür olur, şəhidliyin məqamı bu cür nədir. Bizim bir burada şəhid ailəsi var, şəhid Hacı. Yəni, o da elə bizim Xocasən qəsəbəsinin şəhididir. Onun haqqında, məsəl üçün, danışırlar ki, işləyirdi plastik sexlərinin birində. Harası ustanovkaya gedəndə, o, belə deyim, quraşdırmaya gedəndə, evdəki, belə deyim də, o ab-havanı görürmüş, kasıbçılıqdır da, süfrənin üstünə, məsəl üçün, çayı, qəndi, məsəl üçün, azdır, deyir, o aldığı məvaciblə gedilmiş, həmən evə bazarlıq eləyirmiş. Belə deyim də, imkanı çatdığı qədər. Yəni, onu bazarlıq eləyib verirmiş. Bax, həmən qardaşlar idi ki, o əməlləri ilə Allah onları ayırdı bizdən, cəmiyyətdə bizdən bir-bir ayırdı, belə deyim də, nur kimi. Və məqam verdi onlara, şəhidlik məqamı. Yəni, mən şəhidliyi bu qardaşlarda, yəni, tək o deyil də, çoxdur, çox şəhidlərimiz var ki, həyatları, yəni, baxırsan ki, yəni, maraqlanırsan da, danışırsan ki, binamaz olanlar olub, namaz qılmayanlar olub, cahil olanlar olub, amma yaşayışları fərqli olub. Yəni, yaşayışları, belə deyim də, elə o mərdimazar adam olmayıblar. Yəni, heç kimə pislik eləməyiblər, heç kimin haqqına girməyiblər, yəni, kiminsə haqqını qəsb eləməyiblər. Yəni, qurban Allaha, Allah da onlara o məqamı gətirdi, verdi. Yəni, bu, biz, yenə də deyirəm, hər dəfə bizim də döyüş yoldaşlarımız var da, şəhidlər, baxırsan onlara o günkü günlərə ki, yəni, mən namaz qılırdım, namazımın vaxtını buraxmırdım da, indi o situasiyaya görə qılırdım namazımı, vaxtından biraz keçsə belə qılırdım. Amma o, məsələn üçün, bir namaz idi, namaz qılmırdı, amma o gəldi bugünkü gündə şəhid oldu. Dünya tanıdı, ölkəmizdə hər bir şəxs onu tanıdı, amma mən o məqama çatmadım. Yəni, əməl, əsas birinci əməldir ki, qurban Allaha, insanı Allaha yaxınlaşdırır. Yəni, əməldən sonra ibadətdir, bunlar hamısı öz yerindədir. Yəni. Məlik bəy, şanlı zəfərimizin bir parçası olmaq insana hansı hisslər verir? Qürur vericidir, qürur verir. İnsan fəxr eləyir. Çünki o 30 il idi, 29 il idi işğalda olan torpağın azadlığı uğrunda canından keçmək, yəni şərəf və fəxrdir. Belə deyim də, bu bir dərya idi, Qarabağ döyüşündə iştirak eləmək. Mən də bir
belə deyim də kaplimi deyim, nə bilim o damza mı deyim, belə bir ki, bir damla. hə, yəni bir damla mı deyim, yəni mənim də əməyim var orada, fəxr olmasıdır. Həqiqətən bugünkü gündə çox fəxr olmasıdır. Mən buna qədər məni Məlik kimi tanıyırdılar. 44 günlükdən sonra adımın qabağına Qazi adı gəlib. Övladlarım fəxr eləyir. Çünki övladlarıma da deyirəm ki, heç vaxt məsəl üçün bu addan istifadə eləmə ki, mənim atam qazidir. Yox, mən vətənimə görə getmişəm və öz qeyrətimə görə. Hansı ki, hamı vətənini sevən hər bir kəs, qeyrəti olan hər bir şəxs, belə deyim, getməli idi, borcu idi, şükür olsun Allah, yetərincə var idi, getdilər də, iştirak elədilər də. Çox fəxr olmasıdır. Mən həqiqətən bugün fəxr edirəm. 30 il, belə deyim də, alnımız kölgəli idi. Xarici, belə deyim, dövlətlərdə utana-utana gəzirdilər. Yəni, iş üçün gedəndə orada hansı ki, Ermənistan dövlətinin vətəndaşları bizim dövlətin vətəndaşlarına yuxarıdan aşağı baxırdılar. Şükür olsun Allaha ki, 44 günlük vətən müharibəsi oldu. Biz zəfər çaldıq, şanlı qələbə qazandıq. Düzdür, o təbiidir də, yəni döyüşlərdə, müharibədə şəhid də olmalıdır, yaralı da olmalıdır. Əgər bir azadlıq istəyiriksə, neysə qurban verməliyik. Yəni, bugünkü gündə həqiqətən fəxr olmasıdır. Mən fəxr edirəm. Həm özümlə, həm xalqımızla fəxr edirəm ki, Allah bu yazını mənə qismət elədi. Birinci, məsəl üçün, Qarabağ döyüşlərində mənim 6 yaşım var idi. Mən oradakı o kadrları, o döyüşən, belə deyim, qardaşları mən bu sosial şəbəkə vasitəsilə görmüşəm də, yəni televizorda görmüşük, yaşa dolduqca bunları sosiallaşdırdılar, gördük biz nələr olub, nə əziyyətlər çəkiblər. Birinci Qarabağdan da həqiqətən qardaşlarımız, belə deyim də, indi ağsaqqal olublar, onların da əziyyəti çox olub, danılmazdır. Çünki onların, belə deyim, əziyyət çəkdikləri yolu, onlar biz üçün bir yol açdılar, biz o yolu tamamladıq. Şükür olsun Allaha ki, o, belə deyim, o qardaşların da, o şəhidlərin də, o qazilərin də intiqamı alındı, qisası alındı. Yəni, onlar da yəqin ki, fəxr eləyər bizimlə ki, yəni bu, biz onların, yenə dedim, onların yolunu getdik, onların belə ənənəni irsi tamamladıq ki, onların qisası alındı. Yəni, fəxr olmasıdır, yəni uzun sözün qısası, adam fəxr edir. Həqiqətən də həm orada qardaşlar tanıdıq, hansı ki, belə deyim, insanın dostları çox olur da, uşaqlıq dostu, məktəb dostu, əskərlik yoldaşı dostu, tələbə yoldaşları. Amma mən həmişə demişəm ki, bu müharibədə qazanılan dostluq, qardaşlıq bunların hamısından fərqlidir. Çünki onlar zamanla, məsəl üçün, əskər yoldaşlarınla zamanla aralanırsan, nə vaxtsa xeyirdə, şərdə yığışırsan, görüşürsən, hətta sinif yoldaşlarından hansısa bir tədbirdə qismət olanda görüşürsən. Amma bu döyüş yoldaşları, döyüş dostları tam fərqli. Çünki siz insan çiyin-çiyinə döyüşü, yəni belə deyim də, ölümün gözünə baxırsan, ölümün içində olursan. O çiyin-çiyinə döyüşdüyün qardaşları da ən azından bilirsən ki, bugün sənin problemin olanda o qardaş özünə heç təmənnasız sənə yetirəcək. Yəni, çox şey qazandırdı müharibə bizə. Ən əsası, vallahi ki, insan fəxr edir. İnsan, yəni, belə deyim, o zəfəri qazanmaqda insanın payı olduğundan fəxrlə yanaşır və fəxr edir. Təşəkkür edirik sizə Məlik bəy. Həqiqətən də bu canlı tarix oldu. Bir var tarix kitablarını oxuma, bir var həm siz, həm də eləcə də dəyərli xalqımız bu tarixi canlı şəkildə yaşadı və bu canlı zəfərimizin həqiqətən də əldə olunması və Allahın xalqımıza lütf etməsi elə böyük rol orada qan yaddaşı idi ki, biz 90-cı illərdən bu yana bu qan yaddaşını saxlamışdıq və hər kəsin, yeni nəslin, yeni Azərbaycan xalqının nəsillərinə ötürmüşdük və artıq bizim qan yaddaşımız yox, zəfər yaddaşımız var. Bəs gələcək nəsillərə bu zəfər yaddaşının ötürülməsi üçün bizim məsuliyyətimiz nələrdən ibarətdir və nələr etməliyik və siz canlı qəhrəman kimi sizdən eşitmək istərdik bu bizim məsuliyyətimizi? Mən onu deyə bilərəm ki, yəni onu da əsas demək istəyirəm ki, yəni bizim şəhidləri unutmasınlar. Yəni, o şəhidlər xiyabanını daim ziyarət eləsinlər. O, anım günlərində yox, adi günlərdə də belə ziyarət eləsinlər. Qazilərimizi unutmasınlar. Qazilərimizə həmişə hörmətlə yanaşsınlar. Çünki qazilərimizin əksəriyyətinin
psixoloji problemləri var. Yəni biz indi siz qıraqdan baxırsınız, biz onu yaşamışıq, görmüşük. Yəni mənlə sağlam döyüşə qatılan insan, mən görürəm ki, bu adamın psixoloji problemi var. Amma bu insan döyüşə qədər sağlam, yəni işi, gücü olan insan olub. Yəni gələcək nəsillərə, belə deyim, indiki o cavanlara bir tövsiyəm də, bir məsləhətim deyim ki, yəni şəhidləri və qaziləri unutmasınlar və cəmiyyətdə savadlı kadr yetişdirsinlər. Yəni oxusunlar, təhsillərinə fikir versinlər. Çünki müharibə dahi silahla, silah gücü ilə deyil. İndi belə deyim, müharibə elmləndir. Çünki nə qədər savadlı kadrımız olsa, o bizi üçün belə deyim fəxirdir. Bizi o arenalarda bizi təmsil eləsinlər savadları ilə. Öz övladlarıma da arzulayıram və öz övladlarıma da tövsiyə edirəm ki, yəni dərslərini yaxşı oxuyub səhər ölkəmizə, millətimizə yararlı bir belə deyim fərd olsunlar, yararlı bir insan olsunlar. Mən oxumamışam, mən məktəbdə zəif oxumuşam, amma həmişə maraqlanmışam. Məsəl üçün mən tarixə çox marağım olub, amma tarix dərsini heç vaxt oxumamışam. Amma canlı tarix yazdınız. Yəni özüm heç inanmazdım. Allahın bir lütfüdür, özüm də tarix yazanları sırasındayam. Amma həmişə yəni hörmətlə yanaşmışam müəllimələrimə. Günün bu gündə də mən müəllimələrimi görəndə sağ olsunlar. Onlar da mənimlə fəxr edir, mən də onlarla fəxr edirəm. Amma təhsillərini, yəni o gələcək nəsil təhsilini belə deyim yaxşılaşdırsınlar, təhsilə önəm versinlər. O boş vaxtlarını boş-boş şeylərə sərf eləməsinlər. Bugünkü gündə yəni elm dövrüdür, texnologiya dövrüdür. Yəni bunları səhər elə hərbiyə, məsəl üçün bizim belə deyim hərbi sənayeyə də savadlı kadrlar lazımdır ki, çünki indi dron dövrüdür, məsəl üçün başqa texnikalar dövrüdür. Yəni bunlarda yəni onların da payı olsun. Savadlı kadr olsunlar. Yəni mənim gələcək nəsillərə və hamıya belə deyim tövsiyəm, arzum odur ki, yəni həmişə millətimizin başını uca eləsinlər, daim o bayrağımızı dalğalandırsınlar, o digər ölkələrdə, arenalarda, yəni biz də onlara baxaq. Necə onlar bizi ilə məsəl üçün bu gün deyirlər, tarix yazmısınız, fəxr edirlər və biz də onlara baxaq, fəxr eləyək. Şəhidlər ölməz, vətən bölünməz. Şəhidlik, vətən, torpaq və bayraq uğrunda canından keçən insanın nail ola biləcəyi ən uca zirvədir. Onlar bizə azadlığı bəxş edən, üçrəngli bayrağımızı ucaldan, qəlbimizdə əbədi yaşayan əziz xatirələrdir. Azərbaycanın ərazi bütövlüyü şəhidlərimizin müqəddəs qanı ilə bərpa olunmuşdur. Sizin medallarınızı əyani şəkildə biz görürük. İstərdik təltif olunduğunuz medallar və ordenlər barəsində məlumat verəsiniz lütfən. Cəbrayılın azad olunmasına görə medalla təltif olunmuşam. Qubadlının azad olunmasına görə medalla təltif olunmuşam. Vətən müharibəsi iştirakçısı medalı ilə təltif olunmuşam. Bu iki medalla, yəni əsas belə deyim, 3 medalla təltif olunmuşam. Hansı ki, ikisi rayonlarımızın azad olunmasına görədir. Biri də ümumi hər bir şəxsə verilən medaldır ki, o ilə tanış olmuş, təltif olunmuşam. Məlik bəy, qeyd etdiniz bayaq 1-ci Qarabağ müharibəsi qaziləri ki, onların həqiqətən zəhmətləri çox böyük olmuşdur. Onlar şanlı zəfərimizin tarixinin bir hissəsinin qəhrəmanlarıdır. Siz də bir hissəsinin qəhrəmanları. Onlarla görüşləriniz, münasibətləriniz, ünsiyyətiniz necə keçir? Çünki bu iki tarixin qovuşması deməkdir. Bu haqda istərdik. Yəni onlar belə deyim, biz həmişə onlarla fəxr eləmişik, həmişə onlara baxıb qürur duyurduq. Çünki bilirdik ki, Qarabağ döyüşlərində məsəl üçün iştirak edib, bir əzasını itirib. Mən belə deyim, uşaqlıq dövrümdən deyirəm. Sonra özüm də ki, 2-ci Qarabağ döyüşlərində iştirak elədim.
özüm də qazi olandan sonra bizim onlarla olur müəyyən tədbirlərdə görüşlərimiz olur. Yəni biz onlarla qürur duyuruq. Yəni həqiqətən onların əziyyətləri danılmazdır. Həddindən artıq onlar əziyyət çəkiblər. Biz belə deyim, bizdə Azərbaycan ordusu tam idi, amma onların dövründə hələ təzə dağılmışdı. Yəni Sovet dövləti dağılmışdı deyənə, oradan belə deyim, hələ nizami ordu yaranmamışdı. Qalan silahlarla döyüşürdülər. Yəni, indi mən biraz danışıram, yaşıma uyğun deyil. Onların, məsəl üçün, 6 nəfərə bir silahla döyüşən, belə deyim də, qardaşlar idisə, bizdə şükür Allaha silahımız da var idi, texnikamız da var idi, dronlarımız var idi. Amma onlarda o bizdə olan, yəni şərait onlarda yox idi. Onların amma o, belə deyim, o qeyrətləri var idi, onların əzmkarlıqları var idi ki, yəni bizə də güc və qüvvət verən onların bu, belə deyim də, o iradələri idi, o əzmkarlığı idi ki, o bizə də qüvvət verdi və biz də döyüşlərdə iştirak elədik. Biz onlarla tədbirlərdə olur, müəyyən mövzularda danışırlar, maraqlıdır. Məsəl üçün, mən gördüyüm, belə deyim, ərazidə 90-91-ci ildə o qardaşlar döyüşüb, o qardaşların, məsəl üçün, xatirələrini mən yenə də görüşəndə, yəni dinləyirəm, fəxrlə dinləyirəm. Çünki onlar fəxr olması qardaşlardır, həqiqətən. Yəni, biz nə qədər də desək azdır, onların əziyyəti bizim, yəni müstəqillik dövründə, o müharibə dövründə düşdüyü, müstəqil olduğu müharibə başladı. Yəni, onların əziyyətinin sayəsində, belə deyim də, yəni, biz bugünkü gündə ayaq üstə durduq. Bizə qədər, yəni, onların əziyyəti idi, onlar çəkdikləri zülümlər idi ki, belə deyim də, biz onu davam elədik, onların əziyyətini itirmədik, onların bizə miras qoyduğu torpaqları biz də, belə deyim, o alın tərimizlə, o qanımızla, canımızla biz də müdafiə elədik. İnşallah ki, bundan sonra da belə bir hadisələr olmaz, nə şəhidimiz olmaz, nə qazimiz olmaz, müstəqil yaşayarıq, necə ki, əvvəl xoş firavan yaşamışıq, bundan sonra da inşallah ki, yaşayarıq. İnşallah. Çox təşəkkür edirik sizə. Vaxtınızı, zamanınızı bizim üçün ayırdınız. Öz xatirələrinizi və yaşadığınız canlı tarixi bizimlə bölüşdünüz. Sizə öz dərin minnətdarlığımızı bildiririk. Var olasınız. Hamımız biz sizlə fəxr edirik. Çox minnətdarıq sizə. Təşəkkür edirəm. Çox sağ olun. Mən də sizə öz minnətdarlığımı bildirirəm. Saymısınız, gəlmişsiniz. Allah sizlərdən razı olsun. İnşallah verilişiniz daim efirdə olsun, uğurlu olsun. Yəni sizin sayənizdə indi tanımayanlar da tanıyır bizləri. Çox sağ olun bildirirəm sizə. Rəhbərliyimizə öz təşəkkürümü bildirirəm. Təşəkkür edirəm. Çox sağ olun. Var olasınız. Minnətdarıq sizə. Dəyərli izləyicilərimiz, siz Tanıt Azərbaycanı proqramını izləyirdiniz. Bizim bu buraxılışımızda şanlı zəfərimizin, 44 günlük vətən müharibəmizin ayrı-ayrı epizodlarını elə canlı qəhrəmanımız, qazimiz Məlik Xəlilov vasitəsilə sizə çatdırmağa çalışdıq. Mütəal Allah zəfərimizi əbədi, xalqımızı isə daim uca etsin. Allah dövlətimizi, millətimizi, xalqımızı qorusun. Növbəti buraxılışlara dək Allah amanında.